Değerli Xalat Tipi Podcast'ın artıq 7-ci bölümündəyik. Xərçəng nədir? Bədənin bütün o alışılmış, öyrəşilmiş hüceyrələrinin dışında yaranmış bir hüceyrədir. Pasientlər normalda ya bu simptomlarla ya da artıq onkoloji olduqdan sonra sizin yanınıza gəlirlər. Bir ailənin bir üzvündə varsa, digər üzvlərində də mütləq var uşaq yaşından etibarən. Kimyoterapiyanın isti kimyoterapiya növündə olduğunu gördüm. Bunun klassik kimyoterapiyadan fərqi varmı? Bir qədəh şərabın belə içilməsi, mütəmadi içilməsi qadınlarda süd vəzi xərçəngi üçün belə risk faktorudur. Daha çox hansı faktorlar bizim orqanizmimizdə buna səbəb ola bilər? Amma nəticə almağımıza yönəlik oluna biləcək işləmlər nələrdirsə, onlar biz eləyirik, yəni bu ölkədə bunlar olunur. Çünki biz o şiş hüceyrə qrupunda onu görə bildiyimizdə, tapa bildiyimizdə, diaqnoz qoya bildiyimizdə o xəstənin həyatını qurtara bilirik.